Deməli, qaldığımız yerdən davam edirik. The Wings of the Dove əsərinə Henry James'in C1 səviyyədə bədii ədəbiyyatda çox çətindir. 19-cu yüzil ədəbiyyatıdır. Orta əsr ədəbiyyatıdır. Bax, burada da gördüyünüz kimi Henry James o dövrlərdə yaşayıb. Henry James 1843-cü ildə 19-cu əsrdə. Çox çətin bir ingiliscədir. Dili çətindir, bədii ədəbiyyatdır. 19-cu əsr ingiliscəsidir. Qaldığımız yerdən davam edək. Deməli, nothing, however, was more wonderful than what he sometimes would take for offense, unless it might be what he sometimes wouldn't. Deyir ki, heç bir şey, halbuki çox daha yaxşı deyil idi. Heç bir şey yaxşı deyil idi. Burada wasn't yoxdur, amma nothing'ə görə cümləni inkara çeviririk. Heç bir şey yaxşı deyil idi. Nəyə baxanda? What he, hansı ki, onun incidiyi şeylərə baxanda. Onlardan yəni vacib bir şey deyil idi. Yəni onun incidiyi şeylər vacib idi. Onu incidən şeylər vacib idi. Unless it might be what he sometimes wouldn't. O vaxta qədər ki, burada inciyəcək bir şey olmasın. What he sometimes wouldn't. He walked at any rate on his toes now. O indi at any rate, hər halda öz barmaqları üzərində indi gəzirdi. A very proper requirement of your aunt Maud. Sənin bibin xalan Maud'un çox doğru tələbi. Mənim əzizim, I don't hesitate to say it. Mən bunu çəkinmədən deyərdim. Yəni, xalan Maud çox doğru bir tələb irəli sürüb. Yet as this, baxmayaraq ki, as this deməli, left her silent at first, baxmayaraq ki, bu much as she had seen, çox şey görməsinə rağmen, çox şey görməsinə baxmayaraq, bu da yetdə much as-dir, ikisi də baxmayaraqdır. Baxmayaraq, bu onu sükuta qərq elədi. Left her silent. İlk başda, at first. Nəyin içindən çəkdi, gətdi, yəni sükuta qərq elədi? What might have been a sense of sickness. Yəni, üzüntü, əndişə hissinin içindən çəkib onu sükuta qərq elədi. Qız bununla baş-başa qaldığı bir müddətdə, buna baxmayaraq, he had time to go on, kişi davam elədi. That's your condition then. O zaman bu onun şərtidir. But what are her promises? Yaxşı, bəs onun tələbləri nədir? Vədi nədir? Just what does she engage to do? Burada engage şey deməkdir, öhdəlik götürmək, söz vermək. O nəyin öhdəliyin götürüb deyir, nəyə söz verib? You must work it, you know. Sən bunu araşdırmalısan da deyir, bilirsən. Çözməlisən. Work burada çözmək mənasındadır. You mean make her feel. Sən nəzərdə tutursan ki, onu elə eləyim ki, Kate asked after a moment. Bir neçə dəqiqə sonra soruşdu. Sən istəyirsən ona nə hiss elətdirim deyir. How much I am attached to you. I'm attached to you. Yəni, mən sənə nə qədər bağlıyam. Attached bağlı deməkdir. Well, what a cruel deməli, invidious treaty it's for you to sign. Peki deyir, yaxşı, nə deyir, bu nə deyir qəddar və ədalətsiz bir, yəni ki,
müqavilədir də bu sənin üçün ki, imzalayasan. I'm a poor old dad. Mən yaşlı bir qoca kişiyəm deyir. To make a stand about giving up. Vaz keçməklə bağlı mövqe sərgiliyim. I quite agree. Mən tamamilə razıyam. But I'm not after all. Ancaq mən deyir, nə də olsa quite the old dad. Çox da tamamən yaşlı kişi deyirəm ki, not to get something for giving up. Yəni təslim olmaq üçün nəyisə əldə eləməyim. İmkanım olmasın. I'm not after all quite the old dad not to get something for giving up. Yəni təslim olduğum üçün nəsə əldə eləməyəm. Belə bir o dərəcədə yaşlı deyiləm. Oh, I think her idea. Oh, mən onun fikrini düşünürəm. Said Kate almost gaily now. Kate sevincək şəkildə dedi. Is that I shall... Oh, I think her idea... Kate şən bir şəkildə dedi. Is that I shall get a great deal. Mən çox şey, a great deal, yəni çox şey əldə edəcəm. He met her with his deməli inimitable, yəni özünə məxsus, bənzərsiz. O qızı necə qarşıladı deyir, özünə məxsus, inimitable, özünə məxsus, bənzərsiz bir amenity, yəni nəzakət, mehribanlıq, səmimiyyətlə qarşıladı. But does she give you the items? Yaxşı, onda deyir, o yəni xalan sənə bu mövzuları, maddələri verdi mi? The girl went through the show. Qız neynədi? Bütün proseslərdən, bütün o işlərin gedişindən keçdi hamısından. More or less, I think. Demək olar ki, mən belə düşünürəm. But many of them are things I dare say I may take for granted. Ancaq onların çoxu elə şeylər ki, mən cəsarətlə deyərəm ki, adi qəbul edirəm, qəbul edə bilərəm. Qədrini bilmirəm. Things, o şeylər ki, women can do for each other, qadınlar bir-biri üçün onu edirlər, and that you wouldn't understand, və sən bunu başa düşməzsən. There is nothing I understand so well, always as the things I needn't. Deyir, elə bir şey yoxdur ki, mən onu I understand so well. Mən onları başa düşürəm deyir. Mənə lazım olmayan şeylər deyir, yaxşı başa düşürəm. As the things I needed. Amma belə nə vacib şey var, onu mən başa düşmürəm. But what I want to do, you see, ancaq mənim etmək istədiyim şey, sən görürsən də deyir. He went on, davam etdi. Is to put it to your conscience. Bu ifadədir, yəni sənin diqqətinə, nəzərinə çatdırım, ağlına yeridim ki, that you've an admirable opportunity. Sənin yəni təqdirə layiq bir fürsətin, imkanın var. And that it's moreover one, və bu elə bir imkandır ki, for which after all, o şey üçün nə də olsa axı, damn you, lənətə gələsəndir, Allah bəlanı versin. You, gülməli mənada deyir. You really to thank me. Həqiqətən mən təşəkkür eləməlisən. I confess I don't see. Etiraf edirəm ki, başa düşmürəm deyir. Kate observed, Kate bildirdi. What my conscience has to do with it. Mənim ağlım, fikrim, nəzərim bununla bağlı nə etməlidir? Then my dear girl, you ought simply to be ashamed of yourself. Onda mənim əziz qızım, sən sadəcə olaraq deyir, özündən utanmalısan. Do you know what you're a proof of? Sən bilirsən, sən nəyin sübutusan? Siz nəyin sübutusunuz? All your heart deməli hollow people together. Siz bilirsiniz, siz nəyin deyir sübutusuz, sizi deyir sərt, içi boş, yəni mənəviyyatsız, səmimiyyətsiz insanlar, hamınız bir yerdə. He put the question with a charming air of sudden spiritual heat. Yəni o sualı necə verdi? Çox cazibədar bir aura ilə.
Nəyin cazibədar aurası ilə? Yəni ani mənəvi gərginliyin cazibədar aurası ilə verirdi. Of the deplorably superficial morality of the age. Dövrün bunun ardı deyirəm ki. Siz bilirsinizmi, siz nəyin sübutusunuz? Siz içi boş insanlar birlikdə proof of. Do you know what you're a proof of? All your heart, all of people together. Of the deplorable superficial morality of the age. Deməli, bir dənə baxaq bura. Deməli, bu sualın bu ardıdır soruşmaq istəyir. Do you know what you're a proof of? All your heart, all of people together. Of the deplorably superficial morality of the age. Yəni aznazaqlı dərəcədə dövrün aznazaqlı dərəcədə superficial səthi əxlaqının of the yəni sübutusuz. Proof'u bir də demir. Yəni siz deyir bunun sübutusunuz. Yəni dövrün səthi şəkildə, aznazaqlı şəkildə ortaya çıxmış aznazaqlı şəkildə mövcud olan yəni səthi morality yəni səthi əxlaqının sübutusuz. The family sentiment in our vulgarized, brutalized life deməli has gone utterly to pot. Yəni ailə bağlılığı, sevgisi bizim bu vulgarized yəni kobudlaşan, bayağı və qəddar həyatımızda tamamilə utterly yəni tamamilə deməkdir və has gone to pot bu idiomadır. Məhv olub deməkdir, tamamilə dağıdılıb. Go to pot ifadəsi yəni tamamilə bərbad olub. Ailə dəyərləri, ailə bağlılığı tamamilə məhv olub. There was a day when a man like me elə bir dövr var idi ki, deyir o vaxtı. Mənim kimi adam, by which I mean a parent like me. Yəni bunu deməklə mən mənim kimi bir valideyn nəzərdə tuturam. Would have been for a daughter like you, sənin kimi bir qız üçün tamamilə seçilən xüsusi bir dəyər olardım deyir. Belə bir vaxt var idi. What's called in the business world, I believe an deməli asset. Yəni buna biznes dünyasında nə deyirdilər? Aktiv deyirdilər, yəni dəyər deyirdilər, üstünlük deyirdilər. He continued sociably to make it out. O sociably yəni mehriban, ünsiyyətçil bir şəkildə anlam çıxartmağa, başa düşməyə davam etdi. I'm not talking only of what you might with the right feeling do for me, but of what you might, it's what I call the opportunity, do with me. Yəni mən o haqda danışmıram ki, yalnız o haqda danışmıram ki, sən nə edə bilərsən, yəni doğru hisslərin nəticəsində mənim üçün bir şey. Bircə onu danışıram ki, onda danışıram həm də ki, sən nə edə bilərsən, mənim üçün nə edə bilərsən. I'm not talking only of what you might with the right feeling do for me, but of what you might do with me. Mən yalnız o haqda danışmıram ki, yəni sən doğru hisslərinlə mənim üçün nə edəsən. Həm də bu sənin ələ düşən bir şansdır ki, sən
Yəni e, doğru hisslərinlə mənimlə nə edəsən? Mənim üçün yox, yəni mənimlə nə edəsən? Bir də oxuyaq. I'm not talking only of what you might with the right feeling do for me, but of what you might do with me. Aha. Unless indeed he the next moment. Burada deməli nədir? Imperturbably threw off şey demək, uşaqlar. Demək, əlavə etmək, söyləmək. Unless indeed, yəni burada unless əgər bir olmasa deməkdir. They come a good deal to the same. Onlar eyni deyir şeyə gəlməsə. Your duty as well as your chance. Sənin görəvin sənin şansınla yanaşı, yəni imkanla, fürsətinlə yanaşı. Sənin görəvin həm də nədir? Vəzifən if you're capable of seeing it, əgər onu görə bilirsənsə, is to use me, məndən istifadə etməkdir. Show family feeling by seeing what I am good for. Və mənim nəyə qadir olduğumu göstərməkdir. Sənin görəvin. Ailə münasibətini burada hissini göstərməkdir, ortaya qoymaqdır. If you had it as I have it. Əgər yəni mənim kimi olsan sən, you would say I'm still good. Sən görərsən ki, yəni mənim kimi ailəyə dəyər verən olsan, görərsən ki, I'm still good. Mən yaxşıyam. Well, tamam deyir. For a lot of things. Çox şey üçün yaxşıyam. Bura qədər dostlar, tərcümə elədik. Gələn dərs başqa davamını edərik. Sağ olun.